Salam Eurofum severler ve futbol həvəskarları. İndi isə Inter Baku ve Eurofum komandasının görüşünü izləyirsiniz. Ve Eurofum komandası hücuma keçir. Asəm. Asem'den ötürmə. Asəm yeniden qəbul edir. Abbas onların qarşısını alır. Out'a çıxır top. Out'u Adəm başlayacaq. Tamerlan onların planlarını alt üst edir ve top out'a çıxır. Out Eurofum komandası. Ötürmə dəqiq alınmır və mübarizədə qalib Həsən ayrılır qalib və out kazandırırlar. Tamerlanlar Riyad istiqamətinə, Riyaddan zərbə ama top qapıdan yan keçir. Qapıdan zərbə ilə başlayırlar. Adəmdən Həsən topu qəbul edir ama Elcan ona imkan vermir ve Inter Baku komandası hücuma geçir. Tamerlandan ötürmədən Riyad out kazandırırlar Eurofum komandası ve Tamerlan istiqamətində ötürmə, Tamerlandan zərbə, Adəmdən başla müdafiə olunur ve yeniden Abbas'tan zərbə ve Inter Baku komandasından Natik hücuma geçmeye çalışır ama Abbas ona imkan vermir. Həsəndən ötürmə olur Tamerlan'a. Tamerlandan ötürmə. Həsən istiqamətinə. Həsən yerə yıxılır ve Yusif Elcan'ın qarşısını almaq istəyir. Həsən ona köməyə gəlir, topu əldə edir. Ama Adəm Yusif'ten topu alır ve Inter Baku komandası yeni hücuma hazırlaşır ama Abbas onların qarşısını alır. Abbas'tan ötürmə Yusif'e. Yusif'ten Həsəni görür ama yeniden Həsən istiqamətlə ama Adəm imkan vermir. Ve Asem'den ötürmə. Inter Baku komandası hücuma geçir. Abbas onların qarşısını alır. Abbas'tan ötürmə. Tamerlan'a yeniden Abbas. Abbas sürət yığacaq mı? Natik ona imkan vermir Adəmə. Adəmsə top ayağından çıxır Həsəndən Adəm. Küşdən zərbə kazandırır Eurofum komandasına. Küşdən zərbəni kim edəcək? Həsən küşdən zərbəni başlayır. Tamerlan'a ötürür. Tamerlan'dan içəriyə doğru ama top out'a çıxır. Out Inter Baku. Adəmdən Asem'dən Rail'dən uzun ötürmə Natik istiqamətinə ama Abbas onlara imkan vermir. Yeniden out kazandırır Inter Baku komandası ve Rail'in ötürməsi. Kapçı Adəmdən Riyad topun mərkəzdən çıxmağına imkan vermir və out. Adəmdən Qapçıdan Rail istiqamətinə ama ötürməz biraz acıq sərt olur. Out'u Yusif başlayır. Abbas ona out'u başlayacağını deyir. Və Riyada istiqamətində Riyadın zərbəsi. Həsəndədir top. Həsəndən Natik imkan vermir. Və Həsən küşdən zərbə qəbul etmək istəyir ama Natikdən Rail'dən Həsən ala biləcəkmi? Xeyr. Top out'a çıxır. Ve out Eurofum komandası. Abbas'tan Riyad'dan uzun ötürmə ama hücumçular ona imkan vermir. Asəm ona imkan vermir ve Tamerlan'la Adəmin qaçdırmasından Elcan daha doğrusu. Onlara imkan vermir. Top yine Inter Baku komandasında da Qapçı Adəmlə oynayır. Adəm və Tamerlan qaçdırmasından Asəm də ona köməyə gəlir və Həsən Qapçı ilə təkbətək qalır ama Qapçıdan ötürmə və top Tamerlandan. Qapçıdan uzun ötürmə, Abbas'tan keçən top və Rəsul qapıdadır. Rəsuldan uzun ötürmə, Həsən sinəsi ilə saxlayıb Tamerlan ötürmə edir. Tamerlan zərbəsi ama Qapçı
Çox rahatçılıqla topu əldə edir və qapçıdan uzun ötürmə, qapıdan qapıya oynadılar. Və Riyad Rəsuldan Riyada ötürmə, Riyaddan Tamerlandan Həsən əmi, xeyr Yusifə və Elcan və Yusifin qaçdırmasında Yusif out kazandırır. Abbasdan uzun ötürmə və başla Adəm yenidən Küşdən zərbəyə yeniləndirir topu və Tamerlandan Abbasa, Abbas çox ləng oynamaq istəyir və Abbas sürət yığır. Abbas irəliləyir, Tamerlan zərbəsi amma qapçı yerindədir. Qapçıdan uzun ötürmə və Natiq topu ram etmək istəyir amma onda bu dəfə alınmır və qapıdan zərbə ilə oynaya başlayacağıq. Abbasdan Yusifdən yenidən Abbas istiqamətinə amma Abbasın önündə 2 nəfər var idi. Riyad göndərir, Abbas başla zərbəni saxlayır və Həsən istiqamətinə. Həsən isə irəliləyir, 4 nəfəri keçir, Rail ona imkan vermir. Həsənin ötürməsi Tamerlanın zərbəsi və küncdən zərbə qazandırır. Çox gözəl çıxış, çox gözəl ötürmə, çox gözəl zərbə amma qapçı çox gözəl çıxarış edir. Və küncdən zərbəni Həsən başlaymaq istəyir amma Abbas istiqamətinə amma Asəm ona imkan vermir. Abbasdan və Natiq out. Rofum komandası qəbul edir və Rofum komandasından ötürmə Yusif istiqamətinə. Yusifdən Riyaddan zərbə mi? Amma top qapı tərəfə qeydilir. Və Adəmdən ötürmə Asəmə. Asəmdən kim idi? Riyad topu yenidən alta çıxardır. Və Adəm Raili görəcəkmi? Adəmdən uzun qapıya doğru ötürmə. Həsənə mi gedir? Yusifdən gözəl Tamerlan ötürmə amma Rail ona imkan vermir. Out. Rofum komandası. Riyaddan Abbasdan Yusifdən Abbasdan yenidən Riyaddan alan topu qapıya doğru zərbə vurmaq istəyir amma Riyad cüssəsi ilə ona cavab verir və Adəmin zərbəsi amma top qapıdan aralı keçir və nəsənsə çatdırım ki oyunun 9-cu dəqiqəsinə yaxınlaşırıq və hesab 0-0'dır və Həsən və Adəmin çarpışmasından out Rofum olur. Adəmə Tamerlan birbaşa başlayır və Adəm qapçıya doğru göndərir. Qapçıdan yenidən Adəm irəliləyir. Adəm özü irəliləmək istəyir. Adəmdən uzun ötürmə Elcan istiqamətinə amma top Tamerlana gəlir. Tamerlan 3 nəfərin arasından çıxır, hətta 4-cüdə ona köməyə gəlir. Amma Tamerlan məğlub olmaq istəmir və Tamerlandan ötürmə Riyad ayağından çox önə atır topu. Əlasınız uşaqlar. Və qapçıdan uzun Natiq istiqamətlə Natiqdən ötürmə amma qapıdan yan keçir. Rəsuldan Abbasdan yenidən Riyad 3 nəfərin arasında Tamerlanı ötürür. Tamerlan out. Kazanır Inter Baku komandası. Adəmdən ötürmə Tamerlan'a imkan vermir. Zərbə və Elcana dayan top. Qapıdan zərbə ilə başlayacaqlar və Riyaddan Abbas. Asəm Abbası sıxmağa çalışır. Natiq ilə bir yerdə Həsən ötürür. Həsən irəliləyir, özüm irəliləyəcək. Həsən və küncdən zərbə qazandırır komandasına. Tamerlandan Həsən başını qaldırır. Abbas zərbəsini vurur amma Elcan və Tamerlan Yusif qapçı ilə zərbəsini vurmaq istəyir amma qapçı
Topu qaytarır, out yeridən Rafım komandası. Out'u başlayır Tamerlan. Abbas zərbəsi və Rail başla. Müdafiədə çox gözəl oynayır. Və Abbas yenidən başla qaldırır, amma Adəmin başına dəyən top out'a çıxır. Yusifdən Tamerlan istiqamət. Tamerlan yenidən üzərinə 4 nəfər birdən şığıyır, amma Həsən ona köməyə gəlir və Həsən özü irəliləyir, 3 nəfəri keçir. Həsən irəliləyir və Yusif istiqamətinə, amma out. Rafım komandası. Abbasdan Riyad istiqamətinə, Riyaddan Tamerlan və Adəmin qarşılaşmasından top Həsənə doğru gedir. Interbakı komandası hücuma keçməyə çalışır. Yusif onlara imkan vermir. Abbasın zərbəsi, amma Natiqə dəyib top out'a çıxır. Elcansa çox gözəl oyunu nümayiş etdirir. Yusifdən uzun ötürmə, amma hara, kimə və niyə? Olur belə şeylər, ötürmə, amma Tamerlan topu götürdü. Tamerlandan ötürməm olacaq. Yusifdən Tamerlana, amma Həsən irəliləyəcək. Həsən Natiqdən qarşı tərəfdən onu qarşısına almağa çalışır, amma out kazandırır Raf komandasına. Və Həsən gördü Tamerlanı, xeyr. Yusif də boşdaydı, amma Həsən fikirləşir, amma Abbas gələn kimi fikirləşmir və başla azacıq fərqlə Yusif zərbə vura bilərdi, amma boyu çatmadı. Və qapıcıdan zərbə. Səmin gözəl saxlamaq, amma Yusif başından arxaya ötürür topu. Və Həsəndən Tamerlandan irəliləyir. Adəm onun qarşısını kəsir. Asəm irəliləmək istəyir. Riyadın zərbəsi, amma qapçı yerindədir. Qapçı oyunu ləngidir və qapıdan zərbə ilə başlayır. Həsəndən Tamerlan istiqamətində. Tamerlanın zərbəsi Adəmə dəyir, amma top out'a çıxmır. Tamerlan Natiq və Adəmin arasından topu əldə edir, amma yenidən Adəm ona imkan vermir. Riyada gəlir top və zərbə gol olmur. Və qapıdan zərbə. Qapıdan zərbə və Natiq istiqamətində. Riyad ona imkan vermir. Asəmdən Adəmdən gələn top Tamerlanın akrobatik hərəkəti və qapçı yerindəydi. Nəzərinizə çatdırım ki, oyunun 13-cü dəqiqəsidir və hesab 0-0'dır. Tamerlan irəliləyir. Tamerlan və qapıdan zərbə ilə başlayırlar oyuna. Adəm Tamerlanlara məğlub olmur. Yusif qaydan topa. Yusif gol vurur və Yusif'in və komandasının gol sevincini görürük. Hesab 1-0. Rafım komandasının xeyrinədir və mərkəzə dəvət olunur Interbak komandası. Xeyr, mərkəzə deyil də su fasiləsinə yönəlirlər uşaqlar. Və su fasiləsindən ayrılırlar. Və mərkəzə dəvət olunan Interbak komandası oyuna davam edir. Adəmin ötürməsi Tamerlan ona imkan yaratmır və Asəmlə Riyadın qaçdırması. Top Abbasa gəlir, Abbasdan ötürmə Asəmə. Asəm başla zərbə yenilərir, amma qapçımız Rəsul yerindədir. Adəm sıçrayır, amma Elcan Tamerlan ötürür. Tamerlan irəliləyir. Pauza. Tamerlandan başdan yuxarı qaldırır, amma out kazandırır. Riyad ötürür. Riyadın zərbəsi və ikinci gol. Riyad ikinci golu gətirir. Bu isə onların sevincləridir. Və 2-0 15-ci dəqiqədə nəzərinizə çatdırım ki,
Rofum və Interbaku komandası hesab 2-0. Mərkəzə dəvət olunan Interbaku komandası Raildən Adəmə, Adəmdən Asəmə, Riyad ona imkan vermir. Tamerlan Elcandan topu alır və Tamerlan irələmək istəyir. Rail onu qaçlanır. Yenidən Riyadın zərbəsi və qapçı. Bu dəfə çox mahir ustalıqla topu ram edə bilir. Qapçının zərbəsi Natiq istiqamətinə. Natiq topu ram edə bilmir. Amma Abbas auta başlayacaq. Abbas baxır hamıya və kimi ötürsün? Həsən, Həsəndən yenidən Abbas. Abbasdan Riyad istiqamətinə. Amma Natiq Asəmədi ötürür amma Rəsul topu qəbul edir. Rəsuldan ötürmə kimə? Abbasa. Abbasdan Railə. Riyada daha doğrusu. Riyaddan Tamerlana amma Tamerlan topu ayağında saxlaya bilmir və auta göndərir. Adəmdən uzun ötürmə. Riyad başla müdafiə olunur və yenidən out. Adəm arkadakı müdafiəçini görə biləcəkmi? Xeyr, o yenidən qabaq ötürür. Həsən özü 4 nəfərin arasından çıxır, irəliləyir. Özü irəliləyir. Hara kimi? Həsəndən ötürmə. Asəm gözəl müdafiə olunur. Out Rofum komandası. Rofum komandası yenidən Abbasdan uzun ötürmə. Yusif başla zərbəsi amma qapçı rahatçılıqla ram edir topu. Asəm irəliləyir. Riyad onun ayağından top alır. Adəmə gəlir top və zərbə amma top qapıdan çox aralı keçir və qapıdan zərbə ilə Rəsul oynar. Qapıdan zərbə ilə başlayır. Həsən istiqamətində Həsəndən keçən top Yusifdədir top. Yusifin zərbəsi amma qapçı yerindədir. Adəm irəliləyir. Adəmin zərbəsi Abbas topu ram edir. Tamerlan auta çıxmağa imkan vermir və Asəmə dəyən top auta çıxır. Adəm qarşısını alır amma Həsən imkan vermir auta çıxsın. Gücdən zərbə Rofum komandası götürür və Abbas istiqamətinə Tamerlandan ötürmə amma Asəm daha doğrusu Natiq ötürür. Natiqin zərbəsi amma top qapıdan aralı keçir. Nəzərinizə çatdırım ki, oyunun 18-ci dəqiqəsi oynanılır və hesab 2-0'dır. Rail başla qəbul edir. Asəmin zərbəsi amma qapçı yerindədir. Riyad topladı və hücumçu onu keçməyə icazə vermir və auta çıxır top. Out Rofum komandası. Riyad başlayır Abbasdan yenidən Riyad. Riyaddan Tamerlan istiqamətinə Adəm ona imkan vermir. Tamerlandan Həsən ötürmə. Həsən boşda qalır. Həsən qapçı ilə də belə. Amma gol. Mən orada çaşqınlıqda bilmədim. Adəm vurdu yoxsa Həsən vurdu. Amma bu Həsənin qoludur. Çünki Həsən əziyyət çəkdi və əziyyətinin də bəhrəsini gördü. Hesabımız 3-0 Rofum komandasının xeyrinədir. Mərkəzə dəvət olunur Interbaku komandası və Adəmdən uzun ötürmə. Abbas onun qarşısını alır. Yusif topa çata bilmir və qapıdan zərbə mi? Out başlayırlar deyəsə. Outdur, qapıdan zərbədir. Outu başlayırlar Yusif. Onlara imkan vermir və qapıdan zərbəyə göndərir. Qapçıdan Adəm. Tamerlan ona pres edəcəkmi? Xeyr. Tamerlan gözləyir ki, Adəm oynasın. Və top Adəmdən az zığarlaşan kimi Tamerlan onun üzərində hücuma çəkir. Rail tək başına mı? Xeyr. Ötürmə edir amma Tamerlan. Onu görür. Tamerlan irəliləyir Raillə və Elcanla amma Tamerlan məğlub olmaq istəmir və Abbasa ötürür topu. Elcandan ötürmə kimə?
Asəm istiqamətinə, amma Asəm topu qəbul edir, amma Həsən ona imkan vermir. Out Inter Bakı. Inter Bakı komandası out'a başlayacaq. Out başlayırlar. Kimdir o? Asəmin başla zərbəsi, amma top qapıdan aralı keçir. Və Abbasdan out'a çıxır top. Və Ayazdan ötürmə Buluda. Ayaz istəyir başından yuxarı atsın topu, amma alınmır. Out. Rafım komandası. Mbappe oyundadır. Mbappe'den Tamerlan'a. Tamerlan geriden Abbas'ın zərbəsi. Top azacıq yuxarıdan keçir. Amma o əsəbləşmir, hətta o gülümsəyir. Və qapıdan zərbəni başlayırlar. Həsəndən Elcan top alır Ray istiqamətinə. Raydan Buluddan Tamerlan topu əldə edir. Və cərimə zərbəsi təyin olunur. Asəm Tamerlana qarşı qayda pozuntusu edir və cərimə zərbəsini kim vuracaq? Tamerlan özü vurmaq istəyir. Hamını itələyir ki, mən özüm vuracağam və zərbəsi Rail başla topu çıxardır və çox gözəl müdafiə olunur Rail. Həsəndən Tamerlanın zərbəsi bu dəfə də qapçı. Çox gözəl çıxarış edir, amma 2-3-dən zərbə qazandırır. Və Güçdən zərbəni kim vuracaq? Necə vuracaq? Həsən. Abbas istiqamətində Abbasdan uzun ötürmə. Yenə qapçı imkan vermir. Riyad bu dəfə güçdən zərbəni vuracaq və Yusuf istiqamətində Yusufdan Riyada yenidən ötürmə, amma qapçı bu dəfə topu ram edə bilir. Və qapçıdan Rail istiqamətinə. Raildən uzun ötürmə. Həsən. Bulud topladı. Həsən ona imkan vermir. Out'a çıxır top və Bulud oyuna başlayacaq. Ayaz idinsə. Sən adına Həmid. Və Buluddan uzun ötürmə. Həsən istiqamətinə. Railin uzun ötürməsi, amma Həsən müdafiə olunur. Amma topa müdaxilədir. Həsən duracaq və Rail irəlilədi. Asəm topu ram edə bilmədi. Kim idi? Riyaddan Abbasdan Asəm topu almaq istəyir, amma qapçımız Rəsuldan Yusufdan Tamerlandan yenidən Həsən. Və Asəm və Elcan bir-birini başa düşmürlər, ötürmə edirlər. Abbas. Asəmə dəyən top out'a çıxır. Abbasdan ötürmə Tamerlan istiqamətində. Tamerlana çaşqındır. Və out. Rodolfum. Həsəndən Tamerlan. Tamerlan özü irəliləyir, yoxsa Tamerlan irəliləyir, amma Asəm onun cüssəsi ilə korpus out. Rodolfum komandası zərbə Abbasdan Yusufdən ötürmə alınır. Riyad Həsənə doğru, Həsən başla qəbul edir, amma top Asəm və Elcanın çaşqınlığından istifadə olunur və out'a gedir. Out və Rodolfum komandası out'a başlayır. Abbasdan Tamerlan'a yenidən Abbasdan Həsən irəliləmək istəyir 2 nəfərdən, amma topu out'a çıxır. Abbasdan Yusufə və çox gözəl hərəkətlər, amma top qapıdan azacıq fərqlə yan keçir. Raildən Yusuf topu alır. Qapçı topu ram edir.
Qapçıdan uzun ötürmə. Riyad başla zərbəni qəbul edir. Rail də ona başla cavab verir. Abbas topu ram etməyə çalışır amma top out'a çıxır. Out mu olacaq? Rail geriyə göndərir. Zərbə və Railə dəyən top out'a çıxır. Rəsul Abbasla oynayır. Abbas Riyadla. Riyad Tamerlanla. Tamerlanla uzun ötürmə Həsən və Yusif istiqamətində. Yusif topa çatır. Yusifdən Həsən istiqamətində mi? Yusifdən Bulut out'a çıxardır topu və Riyad out başlayır. Tamerlan istiqamətində. Tamerlanın zərbəsi amma top qapıdan azacıq fərqlə yan keçir. Qapçı yerindədir və qapçıdan uzun ötürmə Həsən. Çox gözəl saxlayır topu və Tamerlanla birgə Yusif ötürmə edirlər. Yusif topun harda olduğunu görə bilmir və Terbaku hücuma keçmək istəyir amma out'a çıxır top. Out'la başlayırlar Riyaddan Tamerlana. Tamerlan özü irəliləyir. Tamerlandan içəriyə doğru amma iç müdafiəçinin arasında qalır top. Tamerlan yenidən topu götürmək istəyir. Həsən özü oynamaq istəyir. Əla. Həsən 2 nəfəri keçir. Rail ona imkan vermir ki Həsən bu oyunu qola çevirsin. Və qapıdan out. Qapıdan zərbə deyil, out başlayacaq Inter Baku komandası. Sən adı dedi. Həsən başla geriyə döndərir topu və əks tərəfdən out başlanılır. Nəzərinizə çatdırım ki oyunun 28-ci dəqiqəsidir və hesab 3-0'dır. Tamerlana gələn top Bulut ona imkan vermir. Həsən götürür. Tamerlan ötürür. Tamerlan zərbəmi vuracaq. Yusif'e ötürür. Yusif'in başla zərbəsi amma qapıdan azacıq fərqlə gəlir. Çox gözəl kombinasiya və Yüngül qapıdan azacıq fərqli olur. Bulutdadır top. Tamerlandan alır və Abbasdan out'a çıxır top. Bulut oyuna out'a başlayacaq. Xeyr. Rail deyir ki mən başlayacağım. Və Railin out başlamağı diagonal şəkildə amma Həsən əldə edir və yenidən Həsən və müdafiəçilərə keçir top. Tamerlandan yenidən Həsən. Həsən özü irəliləyir. Rail ona imkan vermir. Amma Elcan və Abbas onlara imkan vermir. Həsəndən Abbas'a gözəl ötürmə amma müdafiədə Rail çox gözəl oynayır. Və su fasiləsinə yollanırıq və hesabımız 3-0'dır. Və oyuna davam edirik. Roldan Natiqə. Natik pauz edir. Ötürmə edir amma Tamerlan arxadan gəlir, o topu götürür və Tamerlandan Həsən istiqamətində. Həsəni Adəm. Həsənə qarşı cərimə zərbəsi təyin olunacaq. Erofum komandası cərimə zərbəsini vuracaq. Və cərimə zərbəsi təyin olunur. Cərimə zərbəsini kim vuracaq? Yusif və Tamerlan bir-biri ilə söhbət etdi, amma görəsən zərbə və gol! Və qayıdan topa dəqiqləşdirməkdən ötürü yenidən Həsən. Həsən zərbəsi və sonunda Həsən anlayır ki sevincini kamera etmək lazım idi. Və hesab 4-0. Erofum komandasının xeyrinədir. Kimdir? Adəm irəliləyir. Adəmi Həsən qarşısına alır, amma top out'a çıxır. Adəmdən uzun ötürmə Abbas başlar, reaksiya verir. Həsəndən Yusif istiqamətinə.
Yusifdən ötürmə ama azacıq sərt olur. Və qapçı oyuna başlayır. Qapçıdan uzun zərbə və Asəm istiqamətinə. Asəmdən qaydan topa Abbas kontrollu şəkildə auta çıxmağı garantiliyir. Və Abbasın ötürməsi Rail başla qəbul edir. Və Asəm zərbə vursa da Abbas qapçını sığortalayır və ötürürlər. Həsəndən Yusif Adəm Yusifə çatan topu qəbul edir, amma Tamerlan gəlir köməyə və Riyad da ona köməyə gəlir. Həsənə gəlir top. Həsəndən Riyada, Riyaddan yenidən Yusifin zərbəsi 2 nəfərin ayağının altından və qapçının gözündən yayınaraq gol olur. Budur bizim Yusifin sevinci. Və mərkəzə dəvət olunur. Və hesab 5-0 Rofum komandasının xeyrinə olur. Və başlayırlar. Kimdir? Bulut. Nə oldu orada? Qapçıya verir Bulut. Xeyr. Mərkəzdən yenidən başlanılır oyun. Və Adəmdən uzun ötürmə, aman tanrım, Riyad Natiqlə biraz təhlükəli oynayırlar və Buludun ötürməsi, amma qapıdan zərbə ilə oyuna başlayacaqlar. Rəsul Abbaslan ötürür. Asəmin zərbəsi. Asəm onlara bu səhvi bağışlamır. Amma Asəm gol sevinci eləmədi. Və hesab 5-1 olur və mərkəzdən oyuna başlayacaqlarmı? Bəli. Mərkəzdən oyuna başlayırlar və Həsəndən Abbasdan Yusif Asəmi keçir. Yusifdən Həsənə gözəl ötürmə. Həsən 3 nəfərin arasından keçmək istəyir, amma top auta çıxır. Yusifdən uzun ötürmə, Tamerlan istiqamətində, Tamerlan gələn topa qayıdır. Bulud başlaram edir, amma Yusif topu çıxmağına icazə vermir. Zərbə qapçı əli ilə hədəf eləyir. Həsən orada Raillə nəsə oynamaq istəyirdilər, amma olmur. Qapçı əlindən götürür və Həsən başla topu əram etmək istəyir. Riyada Səmin zərbəsi. Asəmin zərbəsi qaydan top. Natiqdən Bulut. Yusif onlara şatsılıq eləmək istəyir. Və qapçı ilə Riyad bir-birini çox gözəl sığortalayırlar. Natiq yenidən 3-dən zərbə. Railin zərbəsi başlama. Top direğe deyir qayıdır. Və oyunun 34-cü dəqiqəsidir və hesabımız 5-1. Abbas oyuna baxır və oynayır. Rail topu qapçıya bırakır. Qapçıdan Adəm Tamerlanı keçir Asəmə. Asəm irəliləyir. Riyad və Həsən topu Tamerlan istiqamətində ötürürlər. Tamerlanın zərbəsi, amma top qapıdan azacıq aralı keçir. Qapçıdan zərbə və Həsən. Tamerlan akrobatik hərəkətlə, amma qapıdan yan keçir. Riyad başlıq cavab vermək istəyir və top Rəsuldadır. Rəsul Kaxoskinin zərbəsi və Yusif qayçı zərbəsi vurmaq istəyir, amma top ayağına gəlmir. İşdən zərbədirmi? Out. Riyad outu başlayır və Riyaddan Tamerlana zərbə, amma qapıdan yan keçir. Buluddan yenidən qapçı. Elcan qapıya istiqamətlənir, amma
Qapçı Railə ötürür. Raildən Adəm Sevərinə kim idi o? Riyadın ötürməsi. Qapçı topu yenidən ram edir. Və Bulutdan Natiq istiqamətində Natiqdən Asəmə, amma Abbas onların oyununu pozur. Adəm yenidən qoşulur hücuma. Tamerlansa onun oyununu pozur və Tamerlan Elcan və Adəmin arasında qalır. Elcanın əli Tamerlana dəyir, amma məşqçiləri qalx deyə ona heç nə yoxdur deyir. Və Riyaddan üzünə ötürmə Rail və Yusif topu götürmək istəyir, amma və Buluda dayan top, ona görə də küçdən zərbə. Yusif, bu necə ötürmədir Yusif? Və avantaj deyirlər, Adəmin zərbəsi, amma sayılmır. Mən başa düşə bilmədim. Küçdən zərbə idi, amma küçdən zərbəni düzgün yerinə yetirmədiyinə görə məşqçi ona və out Adəmə. Həsən Adəmdən topu almağa çalışır, out qazandırır. Xeyr, out kim qazandırır? Mən çaşqınlıq içində qaldım yenə. Bəli, outu Rofum komandası qazanır. Amma Adəm onlara yenə imkan vermir və Asəmdən çıxan top outa gedir. Outu Riyad başlayır. Riyaddan Həsən. Həsəndən Tamerlan və Asəmin qarşı durması. Adəm onlara sığortalayır və Abbas sığorta müdafiədə çox gözəl oynayır. Tamerlan ötürür, amma Tamerlan topla bircə alta çıxır. Out Inter Bakı komandası. Zərbə və qapçımız Rəsul çox gözəl oyun nümayiş etdirir. Rəsuldan Həsəndən Rail Bulutla oynayır. Buluda ötürür. Bulutdan uzun ötürmə, amma Abbas müdafiədə yaxşı idi. Abbasdan Rail, o da müdafiədə çox gözəl oynayır. Və adı yadımdan çıxdı. Asəmin zərbəsi. Amma top qapıdan ala keçir. Abbasdan ötürmə Yusif və Elcan mücadilə edirlər. Həsən onlara köməyə gəlir. Həsən başla Tamerlanı ötürmədir. Tamerlanın zərbəsi Raildən keçir, amma qapıdan da aralı keçir və qapıdan zərbə. Nəzərinizə çatdırım ki, oyunun 40-cı dəqiqəsinə yaxınlaşırıq və hesabımız 5-1 Rofum komandasının xeyrinədir. Həsəndən qaydan top, başla qaydan top, alta çıxır və Asəm top atacaq. Kimə? Qapçıya doğru atır və Rail topu ram edə bilmir, amma Riyad alta başlayacaq. Abbasla oynayır. Abbasın ötürməsi Həsəndən Abbasa, amma onlar bir-birini başa düşə bilmirlər. Rail bundan istifadə edir və Həsəndən ötürmə 4-ə 1-dilər. Riyadın zərbəsi qapçı tutur. Tamerlanın zərbəsi yenidən qapçı ram edir. Amma küçdən zərbəni Yusif qaldırır, amma qapçı yerində çox gözəl oyun nümayiş etdirir və Rauldan ötürmə, amma Tamerlana gəlir. Tamerlandan zərbə yenidən Raula dəyib. Qapıya rekaşet verir və hesabımız 6-1 olur. Və Asəmdən Adəmdən ötürmə Həsən. Həsən əli ilə saxlayır. Hakim dayandır. Və cərmə zərbəsini Adəm yerinə yetirəcək.
Ademdən uzun ötürmə Asəmə qarşı tərəf, amma Həsən onu götürür. Həsən özü gedir, Adəmi də keçmək istəyir. Asəmi də keçir, Raulu da keçir, Yusuf ötürür. Amma Yusuf'in Rail cüssəsi ilə imkan vermir. Ademdən uzun ötürmə Yusuf. Tamerlandan daha doğrusu ötürmə və Yusuf başla qola çevirə bilərdi, amma Ayrıyatdan başla zərbə, Tamerlan istiqamətinə Adəm topu auta göndərir və Yusuf'dən Tamerlana, Tamerlandan Həsən. Həsən sağına çəkir, pauz edir. Həsən içəri mi vuracaq? Xeyr, Tamerlana göndərir. Tamerlanın zərbəsi qapıdan aralı keçir. Və Raildən Riyad başla qəbul edir. Adəmdən ötürmə Abbasa, Abbasdan Həsən. Həsəndən Tamerlan yenidən zərbə, amma gol sayılmır. Çünki top qapıdan aralı keçir. Qapıdan zərbə ilə başlayırlar və yenidən qapıdan zərbə qarşı tərəf oyuna başlayacaq. Rəsul nəzərinizə çatdırım ki, oyunun 42-ci dəqiqəsidir və hesab 6-1 Rofum komandasının nədir? Out yenidən Rofum komandasına verilir və Rofum komandası out'a başlayır. Riyaddan Tamerlan Asəmi keçdi. Tamerlan 2 nəfəri keçir, 300-də Adəm ona imkan vermir. Asəmdədir top. Asəm pauz edir. Abbas ona imkan vermir. Və top out. Inter Baku komandası. Və bu nədir? Bu nə formadır? Yeraz 083. Neymar. Və Qapçıdan Ayaz. Yusuf başdan yuxarı göndərir topu Həsən. Topu ram edir. Yenidən Yusuf'un zərbəsi, yenidən müdafiəsi dəyən top. Və Həsən və Riyad. İkisi müdafiəni yarmağa çalışırlar. Tamerlan da onlara kömək gəlir zərbəsi, amma top qapıdan aralı keçir. Və başla zərbə Abbasdan Asəmdən başla zərbə Rəsul topu qəbul edib göndərir. Həsən topu ram edir, amma Asəm onun ayağına oynayır və hakim ona cərimə zərbəsi təyin edilir. Və cərimə zərbəsini Mbappe Abbas cərimə zərbəsini vermək istəyir, amma məsafə saxlamırlar. O da Tamerlan ötürür. Tamerlandan içəriyə doğru Qapçı topu ram edə bilmir. Amma auto çıxmışdı sanki, amma oyuna davam deyirlər. Həsəndən türmə Asəm topu qəbul edir. Tamerlan Qapçının ayaqları arasından topu içəriyə keçirdi. Və gol. Hesabı 7-1 bitir. Nəzərinizə çatdırım ki, bu dostluq, yoldaşlıq, qardaşlıq oyunudur. Burada qələbə, uduzan yoxdur. Bu sadəcə olaraq uşaqların motivasiyası və əyləncəsi üçün qurulmuş bir oyundur. Uşaqlar bir-birlərini təbrik edir və gələn oyunlara hazırlaşmaq istəyirlər. Sağ olun. Gələn görüşlərə də sizinlə mən profesional oyunların həvəskar çəkilişçisi Şaməddin idi. Sağ olun, gələn görüşlərə dək.